Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. 6-12 iyul aralığında gözləntiləri nəzərinizə çatdıracaq. Əslində məsləhət görərdim ki, bu həftəni daha çox istirahət edəsiniz. Çünki ümumi gedişatda həm sosial, siyasi, iqtisadi, ictimai məsələlərdə o qədər də münasib ərəfə deyil. Bir qədər gərginlik var, münasibətlər sistemində problemlər var. Daha çox, bu təbii ki, hər kəsə aid deyil, biraz o ali insanlar bundan çıxa bilir, təfəkkür olanlar. Amma ümumən təbiət qoynunda olmaq, təbiətlə təmasa girmək daha yaxşıdır. Nəinki siyasi, ictimai proseslərdə olmaq. Dünyada ölkələr arasında da çox ciddi gərginliklər var bu həftə. Həm planetar quruluşlar dəyişir, bunun da biraz məsələləri gərginləşdirmə ehtimalı var. Mən adətən tanıyanlar bilir ki, daha çox nikbin tərəflərini açıqlamağa çalışıram, amma bu həftə onu bəlkə də ilk dəfə olaraq deyə bilməyəcəm. Ona görə diqqətli olmaq lazımdır. Hər kəs imkan daxilində istirahətə yönəlməlidir, yaxud da təması, mübahisələri xüsusən də sıfırlanmalıdır, aşağı, yəni təcrid olunmalıdır bir qədər. Təbii ki, ayrı-ayrı zodiak işarələrinin proqnozlarında fərqli nüanslar da var, onu da sizə çatdırıram. 6-12 iyul Qoç bürcü. Astroloji təyinatlara görə həftə ərzində böyük işlər görəcəksiniz. Nəticənin uğurlu olacağını nəzərə alıb əzmkarlığınızı daha da artırmalısınız. Amma aldığınız təkliflərə düşünmədən razılıq da verməyin. İyulun 8-də və 11-də sağlıq durumunuza ciddi şəkildə nəzarət edin. İnfeksiyon xəstəliklərə yoluxa bilərsiniz. Boğa bürcü. Qarşınızda duran bütün vacib işlərinizi ayın 8-nə qədər yekunlaşdırmalısınız. Göstərilən müddətdə nüfuzlu və təcrübəli insanların sizə böyük səmərəsi dəyə bilər. Qalan günlərdə isə özünüzü mübahisəli situasiyalardan, risk və xəstəliklərdən qorumalı, həmçinin uzaq səfərləri də mümkün qədər təxirə salmalısınız. Əkizlər bürcü. Sonuncu günü, yəni bazar gününü nəzərə almasaq, ixtiyarınızda olan həftənin bütün günlərini qənaətbəxş tərzdə başa vuracaqsınız. Astroloji göstəricilər yeni əlaqələr yaradacağınızdan da xəbər verir. Tanrı hökmünə zid hərəkətlərə yol verməyin. Deməli, ayın 8-də şəxsi büdcənizi artırmaq ehtimalınız böyükdür. Xərçəng bürcü. Qarşınızda adi bir həftə durur. Yalnız gündəlik iş və bir qədər utopik müzakirələrlə vaxtınızı ötürəcəksiniz. Hər şey bilən yalnız Allahdır prinsipinə qarşı unutqanlıq eləməyin. Xüsusən də indi sizin hakimiyyət dönəminizdə hamıdan güclü, şanslı və enerjilisiniz. Deməli, səhvə yol verməmək lazımdır həftə ərzində. Deməli, bu ərəfələrdə, bu həftə səhhətinizi də nəzarətdən kənarda qoymayın. Şir bürcü. Ümumən uğurlu bir həftə yaşayacaqsınız. Qarşınızda duran böyük planları reallaşdırmaq üçün həmkarlarınızın köməyindən istifadə edin. İyulun 7-sində və 10-da ağlınıza gətirmədiyiniz istiqamətlərdə maraqlı təkliflər ala bilərsiniz. Uzaq səfərə çıxmaqdan və riskli pul sövdələşmələrinə girişməkdən isə imtina edin. Qız bürcü. İnsanlardan bu qədər gileyli olmağınız sizə günah yazdıra bilər. Bundansa ətrafdakılarla ümumi dil tapmağa çalışın. Əmin olun ki, qarşılıqlı anlaşma düşündüyünüzdən də yaxşı nəticələr verəcək. Ayın 8-i axşamdan başlayaraq bu istiqamətdə sevindirici məqamlar silsiləsi yaşayacaqsınız. Ali və saf məqsədlərinizə çatmaqda əzmkar olun. Tərəzi bürcü. Yaxşı olar ki, iyulun 7-sinə qədər bütün riskli və yeni işlərinizi təxirə salasınız. Əks təqdirdə cəhdləriniz daha çox boşa çıxa bilər. Sonraki günlərdə isə, yəni 9-dan etibarən ulduzlar şanslarınızı artıracaq. Perspektivli sövdələşmələr, o cümlədən şəxsi büdcədə artım yolunuzu gözləyir. Uzaq səfərlər də səmərəlidir. Əqrəb bürcü. Hansısa böyük uğursuzluqla rastlaşacağınızı ağlınıza gətirməyin. Lakin nə vaxtsa buraxdığınız səhvlərə görə müəyyən gərginliklə üzləşə bilərsiniz. Onu da nəzərə alın ki, bu həftə şəxsi işlərinizdə müsbət dönüşlərə nail olacaqsınız. Ayın 10-da isə maliyyə problemlərinizi qaydasına salmaq üçün şanslarınız var. Bu həftə girişdə dediyim əksinə olaraq səfərə çıxmaq sizin üçün münasib görülmür. Yəqin işlərinizin çoxluğu səbəbindəndir. Oxatan bürcü. Daxili təlatümlərinizi azaltmaq üçün əsas gücünüzü istirahətə yönəldin. Ələlxüsus da şənbə və bazar günlərində doğma kəslərinizin yanında, əyalətlərimizdə dincəlməyə çalışın.
Ulduzlara inanacaq, indiki əziyyətləriniz vaxtında qarşınıza çıxan şanslardan yararlanmamağınızdan irəli gəlir. Səhvlərinizi etiraf etməyə və düzəltməyə çalışın. Oğlaq bürcü. Həftənin ilk gününü nəzərə almasaq, qalan günləri səmərəli şəkildə başa vuracaqsınız. Yəni, ayın 6-sını nəzərə almasaq. Yeni tanışlıqlar və işgüzar əlaqələr mövqeyinizi göstərməkdə, planlarınızın reallaşmasında əhəmiyyətli rol oynayacaq. Həmkarlarınızla aranıza girənlərə vaxtında və tutarlı cavab verin. Cümə gününün müqəddəsliyinə riayət edib, həmin gün daha çox savab işlər görməyə çalışın. Su tökən bürcü. İyulun 8-nə qədər kosmik mənzərə bürcünüz üçün səmərəsiz bucaqda olduğundan daha çox səhhətinizə, xüsusən də əsəblərinizə fikir verməlisiniz. Ümumiyyətlə, həmin günlərdə, yəni 6, 7, 8 iyuldan gedir söhbət, həmin günlərdə ovqatınız aşağı olacaq enerjinizdə. Qalan günlərdə zaman xeyrinizə işləyəcək. Xüsusən də iyulun 10-dan 12-sinə qədər xoş məqamlar yaşayacaqsınız. Odur ki, vacib planları deyilən o 3 günə təyin eləyin. Bu həftə maddi durumunuz qismən qaydasına düşəcək. Balıqlar bürcü. Müvəffəqiyyət mərhələsinə qədəm qoymusunuz, lakin boşluqlarınız da var. Bu baxımdan ilk növbədə ailə sevgi məsələlərinə diqqət ayırmalı, qazancınızı boş məsrəflərə xərcləməməlisiniz. Bu həftə bütün səfərləri təxirə salın. Ayın 10-da büdcənizdə irəliləyiş mümkün olsa da, həmin gün qidalanarkən diqqətli olmalısınız. Ayın 7-sində imkanınız yetərsə, sədəqə paylayın, kasıblara əl tutun. Belə dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.